Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səllaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Eldəniz Rabiloğlu Verdiyev. Verdiyev Eldəniz Rabiloğlu 4 oktyabr 1999-cu ildə Göygöl şəhərində anadan olub. 2016-cı ildə orta məktəb bitirib. 2017-ci ilin oktyabr ayında səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə hərbi xidmətini başa vuran Eldəniz 2020-ci ilin sentyabr ayından etibarən Silahlı Qüvvələrin en saylı hərbi hissəsində xidmətini müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib. Eldəniz Verdiyev 27 sentyabr 2020-ci il tarixdən etibarən Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Eldəniz çox cəsur, mərd, saf, təmiz ürəkli bir uşaq olub, qeyrətli bir oğul olub. 44 günlük vətən müharibəsində müddətən artıq hərbi qulluqçuydu. Sentyabrın 8-də getdi, 27-sindən oktyabrın 1-nə kimi danışdıq. Axırıncı danışığımız oktyabrın 1 günü oldu. Mən ağladım, oğlum dedi, ağlama, hər şey yaxşı olacaq, ana gözlə, sağ-salamat inşallah gələrəm, dua elə. Qazi validəsi deyirdi ki, döyüş vaxtı deyib, Məynəbə deyib, minəyə düşdüm. Həmin əmi deyir, yəni qardaşın yanımdaydı, yəni onlar deyib, mənə heç kim oldu, heç kimi çıxartmadı, yəni məni o çıxartdı. Elə bir döyüş səngərindən dava çəkdi mənim. Mən deyil, elə sağ qaldım. Oktyabrın 3-cü günü oğlumun şəhid xəbərini aldım döyüş yoldaşlarından. Orada şəhid olacağını bildiyi halda arxaya çəkilmədi. Onun hətta bəzi döyüş yoldaşları da mənə deyir ki, biz Eldənizə deyirik ki, Eldəniz, özümüzü qoruyaq, mümkün deyil irəli getmək, arxaya çəkilək. Eldəniz deyir ki, ola bilməz. Ölmək var, dönmək yoxdur. Alnımıza nə yazılıb, onu bugün görəcəyik. 2 post götürmüşlər, 3-cü postda Camış dağı istiqamətində gedən döyüşdə şəhid oldu mənim oğlum. Oğlumun 8 ay nəşini tapa bilmədik, götürə bilmədik. Dövlətimizdə səfərbər oldu, ondan sonra özümüzdə çox əziyyət çəkdik. Mənim oğlumun nəşi 8 aydan sonra Ağdərə istiqamətindən keçildi və oradan nəşi götürüldü. Oğlum o qədər yadıma düşəndə, o qədər darıxıram, o qədər çox yadıma düşür ki, mənim əlimdə ələc olsa, bəlkə torpaqları əlimlə cıraram, oradan mənim balam çıxsın. Arzusu var idi ki, deyirdi, mən hərbiçi olanda, mən Murovda olacağım zirvədə. Özü bir böyük bir zirvəyə qalxdı, getdi, şəhid oldu. Mən oğlumla nə qədər ağır olsa da fəxr edirəm. Yenə də çox şükür ki, Qarabağımız azad olundu. 02 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il iyunun 4-də Eldəniz Verdiyevin nəşi tapılır və ailəsinə təhvil verilir. 05 iyun 2021-ci ildə Göygöl rayonu Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıkları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.